Əziz Kolalar Axıl cəmaatı, bu körpüyü ikinci dəfə düzgün çəkib paylaşıram. Heç diqqət yetirmirlər. Baxın körpünün vəziyyətinə. Burada piyada səkisi var. Piyada səkisi yoxdur. Çox vəziyyətdə pis gündədir. Buradan həm xalqın mal-qarası gedib gəlir, həm arvad uşaq gedib gəlir, həm maşınlar gedib gəlir. Baxın vəziyyətə. O tərəfə bax, zibilliyə bax. Körpünün vəziyyətinə baxın. Bu körpüyü mütləq əgər 2-3 ay ərzində bura nəzər yetirməsələr, daha da aqressiv şəkildə, daha da tənqiddən təhqirə belə keçəcək. Yəni belə olmaz, biz insanıq. Burada iki kəndi birləşdirən bir körpüyü heçə saya bilməzlər. Buradan nə qədər insan atıyor, baxın vəziyyətinə görün. Burada piyada səkisi var. Ana piyada səkisi yoxdur, piyada səkisi. Bura baxın, asfaltlaşdırmasına baxın. Görün vəziyyətinə nə gündədir bu körpü. Köhnədən köhnə körpü deyirik buraya. Orayla getmək üçün təhlükədir, yəni hər yapsa bu yıxılaq da. Bura baxın. Vəziyyətinə baxın, asfaltlaşdırmasına baxın. Bu körpünün ən uzağı 3 il ömrü qalıb, 2 il ömrü qalıbdır. Bir gün sabah bura da çökəcək. Kimisə də başına hadisə gəlməmiş, buranı gəlsinlər, restorasiya eləsinlər. Kəl.